gün başaracağım. Mən öyrədərəm. Cek nədir? Davaxana. Siz orada dalaşırsınız böyle. O mənada dava deyil. Davaxana da var. Davaxana, yəni dəvaxana. Bizə dəva deyilir, dərdə dəva. Bayaq işıqlar keçdi, yeni bir şey öyrəndik. Elektrik nə deməkdir? Elektrik bərq demək. Bərq. Işıqlar gedəndə bərq getdi deyərik. Çiyələyə nə deyirsiniz? Çərə, tut və rəngi. Niyə, nəvən adadır? Fars dilində. Tut deyə bildiyimiz tut. Yəni yurt dışından gəldiyi üçün Azərbaycanda olmayan ya da İranda olmayan bir şeydir. Xarici məmləkətlərdən gələn hər şey fərəngi ekini alıb. Təşəkkür edirəm. Xahiş edirəm. Kəsin. Bir də gəlmək istəyirsiniz? Əlbəttə ki. Gəncə gəlmək istəyirsiniz? Gəncəyə əlbəttə ki, kəsin təkrardan gələcək. Gəncədən çox nəyə bəyəndiniz? Gəncədən çox. Hamını bəyəndim, cəmaatı bəyəndim, hamı qan istəyirdi. Ma. Nə? Ma sözü, hə. Dedim ki, burada insanları aldatmırlar. Aldatma çox dürüstdürlər. Hər kəs burada safdır. Bəxtəvər başımıza. Biraz Barbara, başa keçdi. sən sevdin Azərbaycan? Çox sevirəm. Ən çox dili sevirəm. Nəyi sevirsən? Ləhcəsi. Ləhcəsi. Azərbaycan dili sevirəm və sevirəm və öyrəşmək istəyirəm. Gəlmək istəyirəm. Sağ ol Barbara, biz də səni sevirik. Barbara nə görür? Deyir, çox tatlı, çox tatlı. Bütün Gəncəni yığdı aparır Almaniyaya, çünki çox tatlıdır. Ən tatlı sənsən Barbara. Çüz. Hər zaman bunu öyrətmək istəyirdim, amma olmur. Bir gün başaracağım. Mən öyrədərəm qəşəng. Bax, biz də çıxırıq.